Herkese salamlar. Siz bilirsiniz ki mən Instagramda, YouTube'da daima özünü tanımaq haqqında danışıram. Daxili proseslərimizi görmək, anlamaq haqqında. Bugün isə mən istəyirəm danışmaq o haqda ki, niyə bunu etmək lazımdır? Niyə mənim üçün bu qədər önəmlidir? Və niyə mən düşünürəm ki, insanlara bu proses kömək edir? Heç uzatmadan, yəni sona qədər saxlamayacağım cavabı, qısa cavabı və əsas cavabı odur ki, daxili dünyamızı anlamaq və özümüzü tanımaq məncə yeganə yoldur ki, hansı ki bizə autoaqressiyamızı, yəni özümüzə qarşı olan şiddəti, atakları və aqressiyanı durdura biləcək bir şeydir, bir instrumentdir. Bəli, bu instrument çox xırda adımlarla və uzun müddət qurulan, yaralan, işlənən bir şeydir. Amma sanki yeganə yol budur. Çünki başqa hər şey bir növ özümüzü aldatmağın ətrafında fırlanır. Biz hamımız bir növ istəyirik seanslara da gələndə. Mən başqa səhifələrdə də görürəm, insanlar bunun cavabını axtarır ki, mən özümə qarşı necə sevgi dolu ola bilərəm, özümü necə sevə bilərəm. Özünü sevmək necə olur? Özünə qarşı mərhəmətli olmaq necə olur? Sevgi dolu olmaq necə olur? Və hamı elə bir ki, əsas prosesi bir növ qoyur kənara, mən də qabaq eləydim. Və keçir dolay yollarla, hansı süni yollarla o özünə olan sevgini yaratmaq. Məsələn, daxili dünyanı anlamaqdansa, ay nə bilim, lak çəkdim, parikmarskaya getdim, nə bilim, musiqi qoydum, oynadım falan. Mən demirəm, bunlar pis şeydir, ya lazımsız bir şeydir. Amma onlar daxili dünyadakı olan prosesləri dəyişmir. Özümüzə qarşı olan mərhəməti dəyişmir. Və ona görə də bəlkə sən dəfələrlə əgər hansısa kurslara getmirsən, nələrsə öyrənmirsən, qaza gəlmirsən və sənə gəlir ki, bu işte budur, cavab budur. Bir müddət sonra onlar hamısı dəyərsizləşir. Niyə? Autoaqressiyaya görə. Bu özümüzə göstərdiyimiz dəyərsizləşdirməyə görə o hər şeyi, bütün nəticələri, bütün anladığımız hər bir şeyi silir. Yəni bunu bir növ görmədən, anlamadan, dönüşdürməyə çalışmadan o azadlığa yol bağlıdır. Baxın, biz ilk ərəfələrdə, bunu seanslarda da görürəm, əgər mən yazılarımı oxursan və özünü bir acı müşahidə etməyə çalışırsansa, sən özündə də bunu görürsən, insan özündə bəlli bir şeyləri görəndə dəhşət hirslənir. Çox çətin də qəbul eləmək ki, bu mənəm. Yəni, bu düşündüyüm mən yox, məndə də bu var. Mən elə bilirdim, məsələn, bu başqa insanlar haqqdadır. Paxıllıq, aqressiya, kinlik və s. Başqaları haqqda da çox adam axı oxuyur. Ay, mən sizin yazınızı oxuyurdum, başqaları haqda edilə bilir. Amma indi görürəm, bunlar hamısı məndə var və məni az qala bu terapiyaya gəlməkdən durdurur. Çünki mən bunları özüm haqda görmək istəmirəm. Dözülməzdir anlamaq ki, mən də bilmə başqaları kimi. Mən özümü daha ideal, arınmış, təmizlənmiş, sadəcə xoşuma gələn xüsusiyyətlərə sahib olan mənlə tanımlayıram deyəm. Onunla müqayisədə reallıqdakı insanlar, reallıqdakı mən çox çirkin, lazımsız, iriyənc və faydasız. Cəmiyyətə, dövlətə, yəni insan ailəsinə, yəni belə insan olmamalıdır kimi gəlir. Halbuki biz eləyik. Bizim təbiətimizdə mələkdən şeytana qədər bütün rənglər var. Amma biz təkcə o yaxşı dediyimiz, pozitiv dediyimiz diapazona baxmaq istəyirik. Bu tərəfə keçmirik. Yəni, ilk növbədə biz bunları görəndə dəhşətli dərəcədə özümüzə hücum edirik. Bunu etdiyimizi anlamaraq belə. Sadəcə görürük ki, depressiv hala düşürük, ya da donuruq qalırıq, keyfimiz pozulur, bədənimiz boşalır, donur. Yəni, bunun hamısını bəlli bir zamanda müşahidə edərək insan sadəcə anlaya bilir. Və biz o aspektlərimizi görəndə, və bu çox təbii prosesdir. Mən demirəm ki, bu belə olmayacaq və olmamalıdır. Bizim hamımızda ilkin mərhələlərdə elə olur. Çünki hamımız özümüzü başqa versiyasını tanımlayırıq. Biz bir növ o gördüyümüz, xoşa gəlmədiyimiz aspektləri danırıq deyə, rədd edirik deyə, yox, bu mənim haqda deyil. Biz heç fərqində olmadan onların idarəçiliyi altında qalırıq. Yəni, bizim özümüz haqqında tanımadığımız hər bir şey bizi idarə edir.
Bizə elə gəlir ki, mən məsəl üçün aqressiv deyiləm, məndə aqressiya yoxdur. Amma o bizi idarə edir. O qədər aqressiya sızır fərqli tərzlərdə. İnsanlar bizdən qaçmağa başlayır. Biz də isə təəccüblənirik ki, niyə bu belə baş verir? Axı mən gül çiçək kimi bir qızam məsələn. Yəni bu əsas səbəblərdən biridir ki, niyə insan gərək özündəki prosesləri tanısın. Çünki tanımadığın şeyi, görə bilmədiyin şeyi sanki o səndə yoxdur. Əgər yoxdursa, onda işləməli bir şey də yoxdur, dönüşməli bir şey yoxdur. Həyatımda problemlər var, amma məndə problem yoxdur. Başa düşürsünüz? Belə bir paradoksal və qeyri-məntiqli bir zəncir yaranır. Problem məndə deyil və insan onu da gedir və ətraf mühiti, başqa insanları dəyişməyə çalışır. Və mən əsla demirəm ki, ətraf mühitdə ya da başqa insanlarda problem yoxdur. Sadəcə bizlə deyil problemlər. Əlbəttə ki, başqa faktorlar var. Amma biz sadəcə öz daxili dünyamızla işləyə bilərik ki, özümüzə artıq bir seçim yarada bilək ki, çevrəmizi seçək, başqa ölkəni seçək, başqa şəraitlər seçək. Bu direkt olaraq bizim daxili dünyamızı tanımaqla bağlıdır. Amma əgər mənlə problem yoxdursa, problem başqalarının insanlarsa, təsəvvür edin, insan nə dərəcə asılığa düşür. İndi gərək otur gözlə ki, başqa insanlar və ya dünya və ya ekonomika, politika falan filan dəyişsin. Deməli, mən rədd edirəm. Ən çox görməli olduğum şeyləri rədd edirəm və onların idarəçiliyi altında qalıram. Halbuki mən onları görsəm, daxili proseslərdən getsəm, mən özümə qarşı bəlkə də sevgini, mərhəməti hiss etməyə başlayaram. Amma mən deyirəm ki, bunlar məndə varsa mən özümü sevə bilmərəm. Yəni biz insan varlığını, insan təbiətini hələ ki öyrənib qəbul edə bilmirik. Bizə həmişə elə gəlir ki, hansısa başqa versiya var, hansı ki mənəm və mən sadəcə ya özümü onunla tanımlayacağam, ya da müvəqqəti olaraq bu çirkin versiyayam, amma mütləq ora çatacağam o ideala. Ona görə o çatmaq istəyi var. Və orada çatanda hər şey tam istədiyim kimidir, mən istədiyim kimi hər şey idealdır, gözəldir və o versiyam hər şeyi bilir. İndi baxın, insan özü haqda bir şey görüb özünü danlamağa başlayanda, bu direkt olaraq bərabərdir bu informasiyanı özü haqda danmaq. Məsələn, mən əgər görürəm ki, mən istəmirəm görmək ki, mənim rəfiqəmə paxıllığım tutdu. Ya da Instagramda gördüyüm hansı qıza paxıllığım tutdu. Mənim dünyamda bu yoxdur, mən bu ola bilmərəm. Amma birdən görürəm bunu və başlayıram özü danlamaq. Mən necə bunu edə bilərdim, mən belə mənə paxıllıq ola bilməzdim, mən başa düşmürəm, mən niyə paxıllığım tutdu. Mən paxıllığamsa mən belə bir insan olmaq istəmirəm. Yəni, insan başlayır özünü paxıllığa görə danlamaq. Bu bilirsiniz nəyə bənzər? Təsəvvür edin ki, anadır və onun uşağı var, hansısa səhv edib. Yəni 10 yaşı var, 12 yaşı var, fərq yoxdur, səhv edib. Və ana başlayır onu o səhvə görə danlamaq və əmindir ki, bu dəqiqə danlamaqla nəyisə düzəldəcək. Ya da uşaq ona güvənəcəkmi, ya da uşaq başqa cürə edəcək. Əgər ana o an xatırlasa ki, uşağı o danlamağa getmədən də bax ki, bu dəqiqə dayan, məsələn, Aygünün bu etdiyi şeylərə bənzər, ən az kopya bu da olmasa bənzər səhvlər mən eləmişəm, mənim də çox səhvlərim var. Və iki ayağı ilə o səhvlərin içində dursa, başa düşək ki, insanlıq halıdır. Düzdür? Anlayış və empatiya yaranır uşağa qarşı. Səhvdən asılı olaraq bəzən çox ciddi səhvlər olur, amma səs tonu, deyiləcək tərz o mən də səhvlərlə dolu insanla belə köklənir, qidalanır, elə yanaşır. Və elə olanda uşağımız bizi eşidir. Amma əgər mən, çünki görür ki, məni danlayan hansı belə ideal bir şey deyil, hansı ki, məni bu dəqiqə cəzalandıracaq. Necə ki, biz özümüzü ideal versiyamızla cəzalandırırıq. Amma məni görən, səhvimi anlayan, bəlkə də özündən bir misal verən ki, başa düşürəm, mənim də belə şeylər olub, amma məsələn, bu yanlışdır. Gəl başa düşürsən, niyə bunu edirsən? Amma əgər mən anayam, hansı ki, mən gəlirəm və başlayıram danlamağa, uşağı etdiyi səhvlərə görə, o an danlayan mən, heç bir səhvi olmayan, ideal bir varlığam. Mən unuduram və mən haqlı qəzəbdə bu uşağı, bu yanlış uşağı, səhvlərlə dolu uşağı düzəltməyə gedirəm. Düzəldəcəm səni, sən olacaqsan mənim kimi ideal. Görürsünüz necə bir şey yaranır bu. Biz də ideal tərəfimizdən özümüzü düzəldəcəksin. Düzəldə, tanımağın yerini, anlamağın yerini düzəldə gedirik. Heç bir şey də düzəlmir. Sadəcə aqressiya və şiddət davam edir. Emosional şiddət özümüzə qarşı.
yaxşı, necə ki, uşağa vizualizasiya şiddəti göstəririk. Və ona görə də necə ki, o tərəzdə danışan və yanaşan ana uşağı ilə bağ və münasibət və sevgi dolu yanaşma ilə gedə bilmir. Eyni proses bizim daxilimizdə baş verir. Yəni, əgər mən, bu da ki, özümdən də danışıram, əgər mən özümü sevməyə, mən bir cümləm var, onu bəzən statı kimi gətirirlər mən izləyicilərim ki, əgər mən özümü sevmirəmsə, deməli mən özümü tanımıram. İnsanlıq, insan nədir? O insan nədir, kimdir, bildim. Onu anlamağa çalışmıram. Çünki onu anlayanda mənim həm özümə qarşı, həm də başqalarına, insanlara qarşı empatiyam, sevgim və anlayışım yaranır. Bu yeganə yoldur. Əgər mən özümə qarşı və yaxud dediyim prosesdəyimsə, haradakı ideal özümdən cəzalandırıram səfsüf versiyamı, mən başqa insanlara qarşı da eyni davranacam və məhz mühakimə də buradan yaranır. Özü ilə aranızda uzun müddətli işləyənlər varsa, onda bəlkə də hiss edirsiniz ki, yetərincə böyük faiz mühakiməniz azalıb. Çünki kimisə mühakimə etmək istəyəndə, kimisə danlamaq istəyəndə, haqlı qəzəbə girib nəsə eləmək istəyəndə, insan bir qayıdır öz versiyasına, tutunur real versiyasına, iki ayağı ilə, nə qədər də kobud səslənsə deyəcəm, öz qələtlərinin içində durur, öz səhvlərinin içində durur. Mən öyle deyirəm, insan öz qələtlərini unutmasa, səhvlərini unutmasa, onda başqalarını mühakimə edə bilməyəcək. Çünki mən də eləyəm, biz də eyniyik, təbiətcə biz eyniyik. Sadəcə bunu anlayandan sonra İnsan başa düşür, niyə başqaları bu şeyləri edir, bu səhvləri edir. Başa düşür, hardan gedir o proseslər. Çünki artıq özündə onları görməyə başlayır. Mən bunları özümdə görməyə başlamasam, başlamayana qədər mən heç vaxt başqalarına qarşı mərhəmətli, anlayışlı yanaşa bilmərəm. Hər şey bizim içimizdən başlayır. Özümə bu münasibəti göstərsəm, onda başqalarını da anlayacaq. Yox, o demək deyil ki, o insanların ətrafında qalacaq. Amma anlayacağım, mühakiməm azalacaq, onlara qarşı aqressiyam azalacaq, belə bu ortadan qalxacaq. Bu videoda bunu çatdırmaq istəyirdim. Yetərincə uzun illərdir artıq özümü müşahidə edirəm, klientləri müşahidə edirəm, ətrafındakı insanları. Bir neçə dəfə dinləyin bu videonu. Əgər özünü sevməyi istəyirsənsə, özünü tanımaq yolundan keçmək lazımdır. Sadəcə onda insan özünü real olaraq görməyi öyrənir, real versiyasıyla barışmağa şansı yaranır. Çünki bu versiyadan başqa bizdə heç nə yoxdur. Və Instagramda nə görürsünüzsə görün, sizə nə nümayiş elətdirilirsə, biz hamımız insan varlığıyıq və hamımızın içində bu proseslər var. Fərqli dərəcələrdə. Doğduğumuz ailədən, keçdiyimiz yoldan, fitrətdən, hər şeyin asılı olaraq hər birimizdə fərqli dərəcədə ola bilir, amma hamıda var. Kimsə ideal deyil. Və mən özümdən müşahidə edirəm ki, bu son özəlliklə 5 ilə, 7 ilə baxaraq, mən görürəm ki, nə dərəcədə özümə qarşı olan münasibət dəyişməyə başlayır. Bilmirəm, belə dönüşmüşəm, amma dəyişir. Bu mənə çox sevindirir. Bu mənə onu göstərir ki, mən bu yolda davam etdikcə özümə qarşı olan hörmət və sevgi daha da artacaq. Çünki mən prosesləri daha da dərindən görürəm, daha da anlayıram, daha da mərhəmətli ola bilirəm özümə qarşı. O mənasız bu dəqiqə özümü danlayım və özümü danlamaq sayəsində biraz öz qiymətim, öz dəyərim qalxsın. Artıq bu proseslər insana mənasız gəlməyə başlayır. Mənasız gəlir deyə artıq onu etməməyə başlayırsan. Yəni, əzizlərim, əgər sizin də məqsədiniz bu həyatda biraz insan kimi yumuşaq, sevgini hiss edən, sevginə toxuna bilən, sevgini verə bilən, ətrafındakı insanlarla, ən yaxınları ilə, ilk növbədə özü ilə sevgi dolu münasibət qurmaq istəyirsə, hörmətlə yanaşmaq istəyirsə, anlayışla, ən əsası da empatiya ilə yanaşmaq istəyirsən, yeganə yol özünüzü tanımaqdır. Çünki prosesləri anlamaq aqressiyanı
azaldır. Autoaqressiyanı azaldır. Necə ki, o ana, mən əgər özümü tanıyıramsa, mən Aygün. Anlayıram, səhvlərimi, qələtlərimi unutmuram. Mənim uşağım o səhv eləyəndə, mən dayanacam, bir də gözümü tormozlayacam, köklənəcəm real özümə və öz səhvlərimə, oradan gələrək yanaşacam və bu mənə empatiya qurmağa kömək edəcək. Və ümid edərək ki, uşaqlarımız da, yaxınlarımız da bizim tərəfindən görüldüklərini hiss edəcək və bizimlə o bağı qurmaq istəyəcək, bizim ətrafımızda olmaq istəyəcək. Bu qədər. Sizin fikirləriniz də mənə çox maraqlı olardı. Şərhlərdə paylaşın. Gəlin birlikdə daha geniş açaq bu mövzunu və əlbəttə ki, həmişəki kimi gəlin